Ramazan, duaların Allah qatına yüksəldiyi, qəlblərin oyandığı, tövbə və bağışlanma qapılarının sonuna qədər açıldığı müqəddəs aydır. Orucluq sadəcə ac qalmaq deyil. Bəs sənin üçün nədir orucluq? Fikrini rəylərdə yaz. Ramazan mənəvi yüksəliş ayıdır. Bu yüksəlişin ən təsirli çağırışları isə Ramazan xutbələridir. Onlardan biri də Şəbaniyə xutbəsidir. Bəs bu xutbə bizə nə öyrədir? Təkcə Ramazana necə hazırlaşmağı, yoxsa insanın ruhunu dəyişən daha dərin bir hikməti? Allahın Rəsulu bizə mübarək Ramazan ayı haqqında belə xutbə oxudu. Ey cəmaət, həqiqətən Allahın ayı öz rəhmət, bərəkət və bağışlamağı ilə sizə tərəf gəlir. Belə bir ay ki, Allah yanında ayların ən əzəmətlisi, günlərin ən yaxşısı, gecələrin ən üstünü və saatların ən dəyərlisidir. Bu ayda hamınız Allah qonaqlığına dəvət almısınız və Allahın kəramət, səxavəti isə sizə şamil olmuşdur. Bu ayda sizin nəfəsləriniz Allahı zikr edir, yuxularınız isə ibadət sayılır. Bu ayda sizin yaxşı əməlləriniz, dualarınız qəbuldur. Belə isə Allahdan saf niyyətlə bu ayda oruç tutub Quran oxumağa müvəffəq olmağınızı arzulayın. Şəbaniyə xutbəsi haqqında ilahiyyatçıların fikirlərini belə ümumiləşdirə bilərik. Şaban və Rəcəb ayları mübarək Ramazan ayından öncə gəlir. Bu aylarda da oruç tutmaq müstəhəbdir. Bu bir növ Ramazan ayına hazırlıq sayılır. Buyurulur ki, Rəcəb ayı, əkin ayı, Şaban ayı, suvarma ayı, Ramazan ayı isə məhsulun toplandığı aydır. Allah xüsusi olaraq Şaban ayına önəm verir. Bu ayın çox günləri orucla keçmişdir. Şaban ayının sonunda isə mübarək Ramazan ayı ilə bağlı xutbəsi var. Ona Şəbaniyə xutbəsi deyilir. Ramazanın gəlişi, fəziləti, ediləcək əməllər, tövbələr, oxunan Qurani Kərimlə bağlıdır ki, önümüzdə Ramazan ayı gəlir. Bu ayın fəzilətləri, üstünlükləri, əzəməti var. Beləliklə, Şaban ayının sonunda Ramazanın gəlişini müjdələyərək etdiyi xutbələr Şəbaniyə xutbəsi deyilir.